Uşaqlar, bugün yəni 25 yanvar tarixində OTK-nın 11-ci siniflər üçün keçirdiyi sınaq imtahanının suallarına baxarıq. Başlayaq birinci sualına, yəni 31-ci sualına. 2 sinus kvadratı x bölü 2 bərabər 1 tənliyini həll edin. Dərəcə aşağı salma düsturunu tətbiq etsək, sinus kvadratı x bərabər 1 çıxaq kosinus 2x bölü 2'dir. Verilənləri yerinə yazsaq, 2 vuraq, 1 çıxaq, kosinus 2 vuraq, argumentin yerində bizdə x bölü 2'dir. Bölü 2 bərabər 1. Buradan 2'ləri ixtisar aparsaq, alınır 1 çıxaq, kosinus x. Buradan da 2'ləri ixtisar olunur, bərabər 1. Buradan kosinus x bərabər 0. X bərabər kosinus 0 alır pi bölü 2'də üstəgəl dövrü, yəni pi k. K daxil z. Deməli birinci sualda 31'də doğru cavab olacaq A. 32. 1 bölək 0'dan dövrdə 2. Dövrdə 2 9'da 2 deməkdir. 1 bölək 9'da 2, yəni 9'da 2'nin tərsi. Olacaq 2'də 9. Üstəgəl, eyni zamanda digəri üçün də 5'də 9. Bölək 9'da 7. Ortaq məxrəcə gətirsək, 10'da 45 üstəgəl 18, 63. Vururuq digər kəsrin tərsinə, yəni 7'də 9'a. Bərabər. 63 ilə 7 ixtisar olunur, 9 qalır. 81 bölək 10, yəni 8,1. 32'də doğru cavab D. 33'ə baxaq. X kvadratı çıxaq m üstəgəl 1 vuraq x üstəgəl 5 bərabər 0 kvadrat tənliyinin köklərindən biri m olarsa tənliyin kiçik kökünü tapın. Deyir, tənliyin köklərindən biri m'dir. Deməli x1 bərabər m'dir. X'in yerində m yaza bilərik. Yəni m kvadrat çıxaq m üstəgəl 1 vuraq x'in yerində m yazsaq üstəgəl 5 bərabər 0. Buradan m kvadrat çıxaq m üstəgəl 5 bərabər 0. Buradan m kvadratlar islah olunur. M bərabər 5 alırıq. Aparıb yerinə yazsaq, x kvadrat m'in yerində 5 yazırıq. Çıxaq 6x üstəgəl 5 bərabər 0. Tənliyin köklərindən biri m idi. Yəni bizdə bu x1 5 idi. Burada tənliyin köklərin hasili 5'ə bərabərdir. Köklərindən biri 5 idi. Yəni x1 5'dir. 5 vuraq x2 bərabərdir 5. x2 bərabər 1 alırıq. Deməli tənliyin digər kökü 1 oldu. Bizdən də kiçik kökünü soruşur. Yəni 1 doğru cavab Y. Və ya verilən kvadrat tənlikdən ilə diskriminantla və ya Viet teoremi ilə tənliyin köklərini tapa bilərsiniz. Biri 5'dir, digəri isə 1'dir. Bizdən də kiçik kökünü soruşur. 34. ABC üçbucağında BD tənbölən DY paralel AB, BY 3 və Y'si 6 olarsa AB tərəfin uzunluğunu tapın. BY 3 verilib. Verilənləri yerinə yazaq. BY 3, Y'si 6 və eyni zamanda AB DY paraleldir. Bunlar paraleldir. Tənbölən olduğu üçün, BD tənbölən olduğu üçün bunları alfa yazaq. Eyni zamanda burada DY ilə AB paraleldir. Və bu paralel düz xətti kəsən 3-cü düz xətt. Burada daxili çarpaz bucaqlar yaranır. Fikir verin, buradakı alfa ilə buradakı alfa, bunlar bir-birinə bərabər olur. Və beləliklə burada yaranan üçbucaq ki var, BDY üçbucağı bərabər yanlı üçbucaq olur. Onda bərabər yanlı üçbucaqdırsa, bizdə DY də 3 olacaq. DY də 3 olacaq. A bucağına bir beta desək, onda yəni BAC bucağına beta desək, YDC bucağı da beta, paralelliyə görə beta olacaq. Fikir versəz, üçbucaq YDC və üçbucaq
A, B, C oxşar olur. Niyə oxşar olur? Çünki buradakı C bucağı, hər hansı bir fi bucağı, həm ümumi ABC 3 bucağı üçün fidir, həm də YDC 3 bucağı üçün və eyni zamanda betada. İndi bir üç bucağın iki bucağı əgər bərabərsə, deməli üç bucaqlar oxşardır. Onda oxşarlığa görə yaza bilərik. Fi bucağın qarşısında YSD3 bucağında fi'nin qarşısında 3, eyni zamanda ABC3 bucağı üçün AB bərabər. Digər tərəfdən YDS3 bucağı üçün betanın qarşısında dayanan tərəf 6, ABC3 bucağı üçün betanın qarşısında dayanan tərəf isə BC'dir, yəni 9. Buradan 3 ilə 6-nı ixtisar aparsaq 2, 2AB bərabər 9 alırıq. AB bərabər 4 onda 5. Bizdən də AB tərəfini soruşur. Doğru cavab A. 35. Hansı qrafik y bərabər kök 3 üstəgəl 1 üstü x funksiyasının qrafiki ola bilər? Gördüyümüz kimi bu üslü funksiyadır. Yəni üslü funksiyanın qrafikidir. A üstü x. A 1-dən böyük olanda artan funksiya olur. Ümumiyyətlə üslü funksiyanın qrafiki, fikir versəz x-ə 0 versək, y 1 alınır. Deməli 0-1 nöqtəsindən keçir. Üslü funksiyanın qrafiki 0-1 nöqtəsindən keçir. Və burada verilən funksiyada A 1-dən böyük olduğu üçün artan funksiya olacaq. A1 0-1-dən keçmir. Eyni zamanda C-də, Y-də 0. B ilə D bizdə 0-1 nöqtəsindən keçir və bizdə funksiya artan funksiya olduğu üçün B doğru cavab olacaq. Soldan qrafikə baxanda soldan sağa doğru qrafik artmalıdır. Ona görə D-də isə azalan funksiyadır. Yəni A-nın 0 ilə 1 arasında dəyişdiyi aralıqdır. 35-də doğru cavab B. 36. X üstü 3 üstəgəl x kvadratı y. Surətdən ilk 2 cəmdən buradan x kvadratını mötərizə xaricinə çıxarsaq, burada alırıq x üstəgəl y, çıxaq x üstəgəl y. Mənfi 1-i mötərizə xaricinə çıxartdıq ikinci ifadədən. Məxrəcdən x kubu çıxaq x-dir. X-i mötərizə xaricinə çıxarsaq x kvadrat çıxaq 1 bərabər. Surətdən x üstəgəl y ortaqdır. Ortaq vuruq ki, mötərizə xaricinə çıxarsaq x kvadrat çıxaq 1. Məxrəcdə x vuraq, x kvadrat çıxaq 1. X kvadrat çıxaq 1-lər ixtisar olunur. X üstəgəl y-in x-ə nisbəti. Doğru cavab D. 36-da. 37. ABCD paraleloqramın təpə nöqtələrinin koordinatları verilib. A üstəgəl B cəmini soruşur. Nöqtələri qeyd eləyə. A nöqtəsinin koordinatları 2, -2, B, -4, 6, C, -1, 3, D nöqtəsinin koordinatları A, B. Paralel köçürmə ilə bunu yazsaq, biz bilirik ki, paraleloqramın qarşı tərəfləri bir-birinə bərabərdir. Yəni, buradan baxsaq ki, B C-yə keçib, B-dən C-yə -4-dən -1-ə keçibsə, deməli, absis 3 vaid artır. Eyni zamanda digər tərəfdə də absis 3 vaid artmalıdır. Yəni, A bərabərdir 2 üstəgəl 3 olacaq, yəni 5. Digər tərəfdən ordinat 6-dan 3-ə keçib, deməli, 3 vahid azalıb, -2-ni 3 vaid azaltsaq, onda B bərabərdir, -2 çıxaq 3 bərabər -5 olacaq. Onda D nöqtəsinin koordinatları olacaq 5, -5. Bizdə A ilə B-nin cəmini soruşur. A, B, A üstəgəl 5, yəni 5 ilə -5-in cəmi bərabər 0. Doğru cavab D. Eyni zamanda bunu A-dan B-yə keçid kimi də yaza bilərdiniz. Məsələn, A-dan B-yə keçib və ya B-dən A-ya keçib, eyni zamanda C-dən D-yə keçdiyini paralel köçürmə ilə yazmaq olar. Müxtəlif üsul diaqonal da çəkib yazmaq olar. 38. ABCD düzbucaqlı üçbucağında ASB 90 dərəcə, bucaq B 40 dərəcə, bucaq B 40 dərəcə,
Eyni zamanda S mediandır. S mediandırsa biz bilirik ki düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Median olduğu üçün AB tərəfi də yarıya bölünür. Onda buradan üçbucaq CMB-yə baxsaz, CMB üçbucağında bərabəryanlı üçbucaq olduğunu görərik. Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqları bərabər olur. Yəni buradan MCB bucağı da 40 dərəcə olacaq. Bizdən AMC-ni soruşur. AMC bucağı da verilən MCB üçbucağının xarici bucağıdır. Qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni bura olacaq 80 dərəcə. Və ya elə digər üçbucağın daxili bucaqlarına görə digər bucaq, yəni CMB-ni tapıb ona qonşu olan bucağı da tapmaq olardı. Deməli burada 38-də doğru cavab C. 39. Əkub AB-ni soruşur. Nisbətən asan sualdır bu. A, B. Deməli, A-nın vuruqlarını götürək. 2 vuraq, 2 üstü 2, 3, 5 üstü 2 vuraq. Baxırıq, 2-ni götürmüşük. 3-dən B-də 2 ədədi var. Bizdə isə 1-i yazılıb. 1-ini də götürsək buradan. 4 vuraq, 3 vuraq, 25 vuraq, 3 bərabər 900. Doğru cavab C. 40. ABCD trapeziyasında AB 5, BC 3, CD 4 kök 2, bucaq D 45 dərəcə, AD oturacağın uzunluğunu tapın. Bunu bir mənalı yadda saxlamaq lazımdır ki, istər 3 bucaqda, istər trapeziyada 4 bucaqda 45, 30, 60 bucaqlarını gördük. Gərək hündürlüyü çəkək. Yəni hündürlüyü çəkməklə daha asan şəkildə sualı həll etmək olur. 45 isə onda bura bir H deyək. Deməli HCD bucağı da 45 olacaq. Bərabəryanlı düzbucaqlı üçbucaqdan hipotenuz 4 kök 2-dirsə, onda katetlər 4, 4 olacaq. Digər hündürlüyü də B təpəsindən çəksək, onda hündürlüklər bərabər olduğu üçün digər hündürlüyü də bura bir dənə K yazsaq, BK da 4 olacaq. Digər tərəfdən ABK üçbucağından, düzbucaqlı üçbucağından biz AK-nı tapa bilərik. Onda AK da olacaq Pifaqora görə 3. Eyni zamanda BC 3-ə bərabərsə KH da düzbucaqlının elə bilin qarşı tərəfləridir. Bunlar bərabər olacaq. Onda bizdən AD-ni soruşur. AD bərabər 3 üstəgəl 3 üstəgəl 4, yəni 10. AD-ni soruşur. Doğru cavab A. 40-da doğru cavab A. Keçək 41-ə. 41. Ədədlər sırasının moda və medianın həndəsi ortasını tapın. Birinci modasını tapaq. Moda ən çox təkrarlanan ədəddir. Burada ən çox təkrarlanan ədəd 9-dur. Median isə ədədlər artan və ya azalan sırası ilə düzüləndən sonra ortada qalan ədəddir. Burada fikir verirsəz elə tək sayda ədəd var. Ortada elə 4 qalacaq. Onda bunların həndəsi ortası neçə ədəddirsə o dərəcədən, yəni 2 dərəcədən 9 vurulsun 4. Bu da bizə verəcək 6. Doğru cavab C. 42. 9 çıxaq x. Surətdə 9 çıxaq x. Yəqin ki 9 olar o. 9 çıxaq x. Məxrəc x çıxaq 5. Böyük bərabər 0. Yəni bunu mənfi 1-ə vuraq. Mənfi 1-ə vursaq x çıxaq 9, x çıxaq 5. Mənfiyə vurduğumuz üçün bərabərsizlik işarəsi əksinə dəyişəcək. Vurmasaq da olardı. Sadəcə bunu qeyd edirik ki, indi məxrəc 5 qiymətini ala bilmir. Yəni 0 olacaq 5 köklərini tapsaq, digər kökü 9 olacaq və 9 qiymətini alır. İntervalla bunları yazsaq, 9-dan böyük qiymət versək, müsbət, mənfi, müsbət. Bizdən kiçik aralıq soruşulur. Kiçik aralıq olacaq 5. 5-i ala bilmir. 9 parçası. Deyir ki, bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın. Burada ödəyən tam ədədlər 6, 7, 8 və 9 ədədləridir. 13, 21, 30. Deməli, burada da doğru cavab A. 43. X kiçik 1 olduqda ifadəni deyir, sadələşdirin. Birinci ifadəni yazaq. X kvadrat çıxaq, x çıxaq 1. Üstəgəl kök altında bu fərqin kvadratıdır. Yəni x çıxaq 2-nin kvadratı.
bərabər x kvadrat çıxar x çıxar 1 üstə gəl. Kvadratla kök ixtisar olunur, qalır modulda x çıxar 2 bərabər x kvadrat çıxar x çıxar 1. X 1-dən kiçikdir. X-in yerində 1-dən kiçik ədəd yazanda mənfi alınır. Ona görə biz verilən ifadənin qabağına mənfi atmalıyıq. Yəni olacaq 2 çıxar x, mənfi yazsaq müsbət 2 mənfi x olacaq. Bunu sadələşdirsək x kvadrat çıxar 2x üstə gəl 1. Fikir versəz yenidən fərqin kvadratı alındı. Yəni x çıxar 1-in kvadratı. Eyni zamanda yenə kvadratla kök ixtisar olunur, qalır modulda x çıxar 1 və x 1-dən kiçik olduğu üçün mənfi alınacaq. İfadənin qabağına mənfi atsaq 1 çıxar x alarıq. Doğru cavab 1 çıxar x 43-də A. 44. ABCD dördbucaqlısının xaricinə çevrə çəkilmişdir. Bucaq A ilə bucaq D-nin fərqini soruşur. Biz bilirik ki, dördbucaqlının xaricinə çevrə çəkilibsə, qarşı bucaqların cəmi 180 dərəcə olmalıdır. Onda 65-ə qarşı olan bucaq olacaq 115 dərəcə, yəni 180-dən 65-i çıxırıq. Eyni zamanda 180-dən 85-i çıxsaq, 95 dərəcə. Baxaq, 115, 65, 180, 170, 180. Bizdən bucaq A ilə bucaq D-nin fərqini soruşur. Yəni 115 dərəcə ilə 95 dərəcənin fərqi. Bu da bizə verəcək 20 dərəcə. %45. Tərəflərin uzunluqları tam ədədlər olan ABCD və MNKD kvadratları üçün ştrixlənmiş hissənin sahəsi 23 olarsa, MNKD kvadratın perimetrini tapın. Biz buradan AB-yə bir A desək, DK-ya B desək, onda biz bu ştrixlənmiş hissəni tapmaq üçün ümumi kvadratın sahəsindən çıxmalıyıq boş olan kvadratın sahəsini, yəni MN DK kvadratın sahəsini, onda sahəsi B kvadratı ilə tapılar, bərabər 23. Kvadratlar fərqi kimi açsaq, A çıxaq B, A üstə gəl B, bərabər 23. Deyir ki, tərəflərin uzunluqları tam ədədlərdir. Tam ədədlər isə, onda 2 ədədin hasili 23-ə bərabərdir, yəni sadə ədəddir. Bunlardan biri 1-dir, digəri isə 23'tür. Buradan 2A bərabər 24. A bərabər 12 alırıq. A-nı gətirib yerinə yazsaq B bərabər 11 alarıq. Bizdən MNKD-nin perimetrini istəyir. PMNKD bərabərdir. Tərəfi B ilə işarə eləmişik. 4B, bu da bərabər 44. B-ni 11 tapmışıq. Doğru cavab 45'də 44. 46. Loqaritm kök 2 əsasdan x, 2 əsasdan x və 2 vuraq loqaritm 4 əsasdan x bərabər 32 tənliyini həll edin. Bunu yazaq loqaritm, kök 2-ni yazaq 2 üstü 2-də 1 əsasdan x, üstə gəl loqaritm 2 əsasdan x, üstə gəl 2 vuraq loqaritm 4-ü yazaq 2 üstü 2 x bərabər 32. 2-də 1 tərsi ilə əvvələ keçir, yəni olacaq 2 loqaritm 2 əsasdan x, üstə gəl loqaritm 2 əsasdan x, üstə gəl digər 2 tərsi ilə əvvələ keçir, 2-də 1, verilən 2 ilə ixtisar olunur, qalır loqaritm 2 əsasdan x, bərabər 32. Buradan 2 loqaritm x, 1, o da 1 loqaritm x, beləliklə 4 vuraq loqaritm 2 əsasdan x, bunların əmsalları 1-dir yazılmayanda. Bərabər 32. Buradan loqaritm 2 əsasdan x bərabər 8-ə. X bərabər 2 üstü 8. 2 üstü 8-i hesablasaq 208 bizə verəcək 256. Deməli 46-da doğru cavab 256. 47. Çoxluğun 2 elementli alt çoxluqlarının sayı üçün
sayı 3 elementli alçoqların sayının neçə faizidir? 2 elementli alçoqların sayını tapaq. Kombinezon 6'dan 2 bərabər hesablasaq 6 vuraq 5 bölək 2. Yəni 15. Eyni zamanda 3 elementli alçoqların sayını da tapsaq 6 vuraq 5 vuraq 4 bölək 3 faktorial. Yəni 3 vuraq 2 vuraq 1. Bu da bizə verəcək 20. Deyir 2 elementli alçoqların sayı, yəni 15, 3 elementli alçoqların sayının neçə faizidir? Yəni birinci ədədi ikinciyə bölüb 100-ə vururuq. Buradan alırıq 75 faiz. Deməli doğru cavab 47-də 75 faiz. 48. Tangens 60 dərəcə. Tangens 60 dərəcənin yerində kök 3 yaza bilərik. Bölək sinus 20 dərəcə. Çıxaq 1 bölək kosinus 20 dərəcə. Ortaq məxrəcə gətirsək, sinus 20 dərəcə, kosinus 20 dərəcə. Surətdə kök 3 kosinus 20 dərəcə çıxaq sinus 20 dərəcə. Məxrəc 2 qatın düsturudur. Yəni 2-də 1 sinus 40 dərəcə. Surəti sadələşdirmək üçün fikir verin, sinus 20 dərəcənin əmsalı 1-dir. Buradan köməkçi radikal əlavə eləyək. Yəqin bilirsiniz ki, kök altında a kvadrat üstəgəl b kvadratına bölüb və vurarıq. Bərabərdir. Deməli, a kök 3-dür, b isə 1-dir. Kök 4, eləcə 2. Deməli, 2-yə vurub bölərik. Deməli, kök 3 bölək 2 kosinus 20 dərəcə. Çıxaq 1 bölək 2 sinus 20 dərəcə. Digər yollarla da yazmaq olar. Ən yaxşı yol bu yoldur. Bərabər. Deməli, 2 vuraq. Kök 3 bölək 2-nin yerində biz sinus 60 dərəcə yaza bilərik. Vuraq kosinus 20 dərəcə. Çıxaq. Eyni zamanda 2-də 1-in yerində kosinus 60. Vuraq sinus 20 dərəcə. Surətə fikir versək, 2-də 1 sinus 40 dərəcəni yazaq məxrəcdə. Surət toplanmaq düsturudur. Sinus 60 kosinus 20 çıxaq kosinus 60 sinus 20. Yəni 2 vuraq sinus 60 çıxaq 20. Məxrəcdə də 2-də 1 sinus 40 dərəcə. Surət 2 sinus 40 dərəcə. Məxrəc 2-də 1 sinus 40 dərəcə. Sinus 40 dərəcələr ixtisar olunur. 2-ni 2-yə 1-ə bölsək, doğru cavab 4. 49. Çevrə ABC bərabər tərəfli üçbucağının AB tərəfinə D nöqtəsində toxunub. C təpə nöqtəsindən keçir. B'ye 4, YS 5. AD parçasının uzunluğunu soruşur. Fikir versəz, burada fikir versəz, bir işarə eləyim. Deməli, bir toxunan var, bir də kəsən. Kəsənin uzunluğunu verib. Metrik münasibətlərə görə biz yaza bilərik. BD-nin kvadratı bərabərdir. BY vuraq kəsənin ümumi uzunluğu, yəni BC-yə. BD-nin kvadratı buradan bərabər. BD-nin kvadratı bərabər. BY, yəni 4 vuraq 9. Bu da bərabər 36. Bunda buradan BD-ni tapsaq bərabər 6. BD-ni 6 yazsaq. Bizə deyir ki, ABC bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaq, yəni bizdə BC bərabərdir elə AB-yə. Bərabər tərəfli isə bütün tərəflər bərabərdir. Onda biz AD-ni tapmaq üçün bərabərdir 9-a. AD-ni tapmaq üçün AB-dən çıxmalıyıq BD-ni. Yəni 9-dan çıxmalıyıq 6-nı. Bu da bizə verəcək 3. Doğru cavab 49-da 3. 50. Bütün ədlərin müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl həddi x kvadrat çıxaq 1 və 3x üstəgəl 4 olarsa silsilə fərqini tapın. Biz bilirik ki, ədədi silsilədə hər hansı hədd özündən eyni uzaqlıqda dayanan ədlərin ədədi ortasına bərabərdir. Bunda buradan x kvadrat çıxaq 1-i tapsaq,
Deməli, x üstəgəl 3x üstəgəl 4 bölə 2-ni alırıq. Buradan x kvadrat çıxaq 1 bərabər 4x üstəgəl 4, 2-yə ixtisar eləsək 2x üstəgəl 2. Buradan alırıq x kvadrat çıxaq 2x çıxaq 3 bərabər 0. Viyetlə köklərini tapsaq, mənfi 1, müsbət 3. Bizə deyir ki, hədləri müsbət olan. Hədləri müsbətdirsə, onda bu bizim üçün kənar kökdür. Yazıram burada kənar kök. Onda cavabımız 3 olacaq. Gətirib yerinə yazsaq, deməli olacaq 3, digəri olacaq 8, 13. Bizdən silsilə fərqini soruşur. Yəni A2-dən A1-i çıxsaq tapa bilərik. Sonrakıdan əvvəlkini 8-dən 3-ü çıxsaq 5 alarıq. Deməli burada doğru cavab 50-də 5, 51. A nöqtəsinin koordinatları -1, 4, B, 2, 3, C, 5, 6 və AB və AC vektorlarının skalyar hasilini soruşur. Birinci gəlin AB vektorunu tapaq. AB vektoru. AB vektorunu tapmaq üçün B nöqtəsinin koordinatlarından, yəni B-nin uyğun koordinatından A-nın uyğun koordinatlarına çıxmaq lazımdır. 2-dən -1-i, eyni zamanda 3-dən də 4-ü çıxmalıyıq. Bərabər. Onda buradan AB-ni aldıq. AB vektoru 3, -1. AB-ni tapdıq 3, -1. Eyni zamanda AC-ni tapaq. AC. AC vektorunu tapsaq, son nöqtənin koordinatı, yəni C-dən, 5-dən -1-i çıxırıq. Eyni zamanda -6-dan 4-ü çıxırıq. Onda buradan AC, AC-ni də tapdıq 6, -10. Onda bunların skalyar hasilini tapsaq, AB ilə AC-nin skalyar hasili uyğun koordinatların hasillərinin cəminə bərabərdir. Yəni x1 vuraq x2 üstəgəl y1 vuraq y2. x1, x2, yəni 3 vuraq 6 üstəgəl -1 vuraq -10. 18 üstəgəl 10, 28. Deməli, 51-də doğru cavab 28, 52. Bayram üçün hazırlanmış hədiyyə qutularının 5də 2 hissəsi hər gün 40 qutu, qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapın. Gəlin biz qutuların ümumi sayına qeyd eləyək burada. Qutuların ümumi sayı. Ümumi sayına x deməyək, 5x deyək. Niyə 5x deyirik? Çünki kəsrlə verilib 5də 2 deyə ixtisar olunsun, tam ədəd qalsın. Əvvəlcə deməli 5də 2 hissəsini, yəni 5x-in 5də 2 hissəsi bərabər buradan alırıq 2x, əvvəlcə 2x, sonra isə yəni qalan da olacaq 5x çıxaq, belə yazaq, sonra isə 5x çıxaq 2x bərabər 3x-i paylamağa başlayır. İndi hər gün birinci, əvvəlcə üçün hər gün 40 qutu. İndi bunun 22x qutusu varsa, hər gün 40 qutusu varsa, bunu neçə günə bitirəcək? İndi günlərin sayını buradan tapmaq üçün günlərin sayı. Əgər cəm 2x qutusu varsa, hər gün 40 qutu paylayırsa, onda bu 2x bölünsün 40 günə bitər. Digəri üçün də eyni ilə 3x bölək 50, burada da 50 qutu paylayır, günə bitər. Ümumilikdə bizə deyir ki, 2x bölək 40 gün ilə 3x bölək 50 payladığı qutuları ümumi 44 günə bitirir. İndi biz bilmirik birinci neçə gündür, ikinci neçə gündür, ancaq ümumilikdə bilirik ki, 44 günə bunu bitirəcək.
İndi bunu ortaq məxrəcə gətirsək, 2 ilə 40-ı ixtisar aparsaq, burada 20 qalır. Ortaq məxrəc 100. 5, 5'i x'ə vursaq 5x üstə gəl 2 və 3, 6x. 2 qalır 6x bərabər 44. Buradan deməli 11x bölək 100 bərabər 44. 44 ilə 11'i ixtisar aparsaq x bərabər 400. X bərabər 400 alırıq. Ümumi qutuların sayı bizdə ümumi say 5x qəbul eləmişdik. Bu da bərabər 5 vuraq 400, yəni 2000. Ümumi qutuların sayı olacaq 2000, yəni doğru cavab 2000. Çünki qutuların sayını 5x qəbul eləmişdik. 53. 2x üstə gəl 3 böyük bərabər m, 2x çıxaq 4 kiçik bərabər n bərabərsizliklər sisteminin yeganə həlli olarsa, m çıxaq n fərqini tapın. X'ləri tapaq buradan. Birincidən 2x üstə gəl 3 böyük bərabər m. Buradan 2x böyük bərabər m çıxaq 3, x böyük bərabər m çıxaq 3 bölə 2. Eyni zamanda digər bərabərsizlikdə 2x çıxaq 4 böyük kiçik bərabər. Buradan kiçik bərabər n, 2x kiçik bərabər n üstə gəl 4, x kiçik bərabər n üstə gəl 4 bölə 2. Deyir ki, bərabərsizliklər sisteminin yeganə həlli olarsa. Bir fikir verin. Məsələn, bir x böyük bərabər 4, birini yazıram x kiçik bərabər 4. Fikir verin. Bu sərhədlər bərabər olmalıdır ki, bu şərti ödəyən bir dənə 4 ədədidir. Başqa ədəd ola bilməz burada. Yəni, bu yeganə həlli olması üçün sərhəd qiymətləri bir-birinə bərabər olmalıdır. Bizdə də sərhəd qiymətlər, yəni m çıxaq 3 bölə 2 bərabər olmalıdır n üstə gəl 4 bölə 2-yə. Bütün ədləri 2-yə vursaq, bərabərliyin hər iki tərəfini 2-yə vursaq, m çıxaq 3 bərabər n üstə gəl 4 alırıq. Buradan m çıxaq n bərabər mənfi 3'ü sağa aparsaq müsbət 7. Bizdən bu n'dir. M çıxaq n. Bizdən m çıxaq n'i soruşur. Bizdə m çıxaq n'in qiymətini 7 tapdıq. ABCD rombunda AN bərabər BM, MN perpendikulyar AD və AN 2, ND 6 olarsa SN parçasının uzunluğunu tapın. Verilənləri qeyd eləyək. AM deməli BM-ə bərabər, AN 2, ND 6. Romb olduğu üçün bunların tərəfləri hamısı bərabər olacaq. Eyni zamanda AM MB-yə bərabər olduğu üçün 6 yox, 8 daha doğrusu. Çünki ümumilikdə 2, 6, 8. Bunların hər biri 8 olacaq. Yəni 4 hissələrə bölünəcək. SN parçasının uzunluğunu soruşur. Buradan bir düzbucaqlı üçbucaq görürəm. Bu düzbucaqlı üçbucaqdan biz MN-i tapa bilərik. Deməli, MN bərabər kökün altında 4'ün kvadratı çıxar 2'nin kvadratı. Yəni 12, o da bizə verəcək 2 kök 3. Deməli, MN-ə 2 kök 3 yaza bilərik. İndi bu düzbucaqlı üçbucaqdan fikir verin. Deməli, hipotenuz 4, katetlərdən biri 2'dir. Deməli, bu bucaq 30 dərəcədir. Onda rombun iti bucağı olur 60 dərəcə. Rombun iti bucağı 60-dırsa, onda kör bucağı olacaq 120 dərəcə. Bəli, onda biz MC-ni buradan kosinuslara görə tapa bilərik. İki tərəf və onlar arasındakı bucağa görə. Onda MC-nin kvadratı bərabər 4'ün kvadratı üstə gəl 8'in kvadratı çıxar 2 vuraq 4 vuraq 8 vuraq kosinus 120 dərəcə. Bərabər 4'ün kvadratı 16, 8'in kvadratı 64, çıxaq 32, 2'yə vurulanda 64, vurulsun kosinus 120. Kosinus 120'ni yaza bilərik. Kosinus 90 üstə gəl 30.
İkinci rübə düşdüyündən mənfi, ad dəyişir, sinusla ifadə olunur. Yəni, mənfi sinus 30, bu da bərabər mənfi 2-də 1. Onda biz bunun yerində mənfi 2-də 1 yaza bilərik. Bərabər. Onda 64, 80, buradan alırıq 80, üstə gəl 32, 112. 112, deməli MC kvadrat bərabər 112, buradan MC bərabər kök altı 112. Kök altı 112-ni biz yaza bilərik. Deməli, parçalasa 16 vur 7, 70, 42. 16-dan kök çıxır 4, kök altı 7. Deməli, MC-ni tapdıq. 4, kök altı 7. Bizdən MC-nin qiymətini, MC parçasının uzunluğunu soruşurdu. Biz də tapdıq 4, kök 7. Deməli, doğru cavab 4, kök 7. 55. Fx bərabər x kvadrat çıxaq a üstə gəl 1 vuraq x üstə gəl a çıxaq 4 funksiyasının qrafiki absis oxunu a və b ordinat oxunu s nöqtəsində kəsir. A 2 0 olarsa b və s nöqtələrin absislərinin cəmini tapın. A nöqtəsinin koordinatları verilib 2 0. Deməli bu nöqtə verilən qrafikin üzərindədir. Şərti ödəməlidir. Yəni bizdə x-in yerinə 2 yazsaq 4 çıxaq a üstə gəl 1 vuraq 2, üstə gəl a çıxaq 4, bərabər 0. Yəni 20. Bu x-in qiymətidir, digər isə y-in. Buradan 4 çıxaq 2a, çıxaq 2, üstə gəl a çıxaq 4, bərabər 0. Buradan alırıq a bərabər, buradan a-nı tapsaq, mənfi a, 4-lər islah olunur. Mənfi a bərabərdir. A bərabərdir alınır mənfi 2. A-nı tapdıq mənfi 2. Gətirib yerinə yazsaq, onda olacaq bizdə y bərabər fx. X kvadrat, a-nın yerində mənfi 2 yazsaq, olacaq mənfi 1, qabaqda da mənfi var, üstə gəl x. İstəyirsiniz yerinə yazaq, açıq sualdır. Çıxaq, a-nın yerində mənfi 2 yazaq. Mənfi 2, üstə gəl 1 vuraq x, üstə gəl mənfi 2, çıxaq 4. Buradan y bərabər x kvadrat, üstə gəl x, çıxaq 6. Buradan x1, x2-ni tapa bilərik. x1 bərabər, x2 bərabər. Köklərdən biri 2 idi, onsuz verilmişdi. Bizə deyək, qrafik a və b, absisi a və b üzərində 2-dir. Digəri də olacaq mənfi 3. Onda B nöqtəsinin koordinatı da, bu da absis oxu üzərində olduğu üçün olacaq mənfi 3, 0. Deməli, B-nin absisini artıq tapmışıq, mənfi 3. Qalıb C. C isə deyir ki, C nöqtəsi ordinat oxu üzərindədir. Ordinat oxu üzərində olan nöqtənin absisi isə 0 olur. Yəni, C nöqtəsinin absisi 0 olur. 0, bir y yazıram burada. O bizə absislərin cəmini soruşur və ya aparıb yaza bilərik. Oradan y-i də tapa bilərik, ancaq bizdən onu tələb eləmir. Bizə deyir, absislərin cəmini tapın. Yəni, əgər y-i buradan tapmaq istəsə, x-in yerinə 0 yaza bilərik. İstəyirsiniz, onu da tapıb. Deməli, ordinat oxu üzərindədirsə, onda x-imiz 0 olur. X 0-dırsa, onda y bərabər. Gətir bu funksiyada yerinə yazsa, bu funksiyada. Deməli, 0-ın kvadratı 0, üstə gəl 0 çıxılsan 6 bərabər mənfi 6. Deməli, C-nin də koordinatı olacaq 0, mənfi 6. Ehtiyac yox idi, y-i də tapdıq. Bizdən absislərin cəmini soruşur. Yəni, mənfi 3 ilə 0-ın cəmi, bu da bizə verəcək mənfi 3. Bu da son sual idi. Videoya baxanlar, əgər faydalı oldusa, zəhmət olsun. Yararlana bildinizsə, bəyənməyi və kanala abunə olmayı unutmayın. Sağ olun.